Türk serialları şuurumuzu necə zəhərləyir? Diqqət yetirin, ekranlarda izlədiyimiz o məşhur serialların necə iyrənc hal aldığının fərqindəyikmi? Qadın hamilədirmi? Uşaq ərinnəndir yoxsa sevgilisindən? Qadın əslində kimdən hamilədir? Bu suallar ətrafında qurulan intriqaları böyük maraqla izləyirik. Amma nə vaxta qədər? Bu zəhəri fərq etməmək üçün daha nə qədər kör olmalıyıq? Diqqət yetirin. Evli kişinin gönül verdiyi digər qadın həmişə dünya gözəli, saf, məsum və günahsız kimi təqdim olunur. Bəs öz xanımı? O mütləq ifritə, hayasız, paxıl və ya şeytan olmalıdır. Tamaşaçı da bu manipulyasiyaya uyub kişinin ailəsini dağıtmasını, o mələyi ilə evlənməsini alqışlayır. Bu sadəcə əyləncə deyil, bu ailə dəyərlərinə zərbədir. Bugün ekran başında nə olar, ayrılsın da o biri ilə daha yaraşır deyənlər sabah övladlarımızın qarşısına çıxacaq təhlükənin fərqindədirmi? Əgər uşaqlarımız bu seriallardan məqsədə çatmaq üçün hər yol mübahdır fəlsəfəsini öyrənsələr, əgər birinə qovuşmaq üçün yalanı, hiləni, hətta hamiləlik məsələlərini belə oyuncağa çevirməyi normal saysalar, o zaman günahkar təkcə serial yazarları olmayacaq. Axşam oldu, dərslərini bitirmisən, YouTube'da, televizorda nəyə baxırsan? Kinolara. Kinoların adları nədir? Sahipsizlər. Əşrəfriyə. Nə? Əşrəfriyə. Hindistan kinoya, bir də uzaq şehir kinodur, ona baxıram. Sonra başqa şey baxmıram, ən maraqlısı. Birinin adı Sözdür. Sən ona nə üçün baxırsan? Sən amma niyə maraqlı gəlir sənə? Orada əsgərlər var, arada. Filmlərə baxmıram, amma sahipsizlərə baxıram. Sahibsizlərə baxırsan. O nə kinosudur ki? Sahipsizlik, yəni sahipsizlər də. Anam baxanda mən də baxıram. Övladlarımıza münasibətlərdə səmimiyyəti, məsuliyyəti və dürüstlüyü öyrətmək istəyiriksə, əvvəlcə öz izlədiyimiz məzmunları sorğulayaq.